görüşün növbəti fiyasko olmayacağına zəmanət varmı? Ən əsası Starmer və Macron bu dəfə Trumpı Ukraynanı dəstəkləməyin zəruri olduğuna inandıra biləcəkmi? Nələr baş verəcək, proqnozlar nələrdir? Əməkdaşlarımız ehtimalları araşdırıb. Böyük Britaniya Baş naziri Keir Starmer, Fransalı həmkarı Emmanuel Macron və Volodymyr Zelenski Ukraynada sülh planını təqdim etməyə hazırdır. Daily Mail nəşrinin diplomatik mənbələrinə istinadla verdiyi məlumata görə Starmer və Macron Vaşinqtona getməyə hazırdılar. Zelenski gələn həftə Amerika Birləşmiş Ştatları prezidenti Donald Trumpa planla bağlı vahid mövqe təqdim edəcək. Liderlər arasındakı növbəti görüşdə nələrin müzakirə ediləcəyi Trump və Zelenskinin açıqlamaları fonunda artıq bir qədər bəllidir. Çünki Ukrayna Xarici İşlər Nazirliyi açıqlama verərək müharibənin həlli yolunda Vaşinqtonun dəstəyinə ehtiyacı olduğunu bildirərək son görüşdə oval masa arxasında baş verənlərə görə Trump administrasiyasından üzr istəyib. Bundan əlavə Birləşmiş Ştatlar prezidenti Donald Trump da Zelenskidən məktub aldığını vurğulayaraq Kiyev rəhbərliyinin istənilən vaxt minerallar sazişini imzalamağa hazır olduğunu qeyd edib. Bütün bunların fonunda çox güman ki, Ukrayna və Birləşmiş Ştatlar rəhbərliyi arasında baş tutacaq yeni görüşdə Zelenski Trumpın minerallarla bağlı sazişinə dəyişiklik edilməsi şərti ilə razılığa gəlməyə çalışacaq. Zelenskinin təklif etməyi planlaşdırdığı yeni sazişin əsas mahiyyəti isə Vaşinqtonun istədiyi mineralları Moskvanın işğalında olan ərazilərdən əldə etməsi və təbii ki, bunun qarşılığında Rusiyanın ərazilərdən çıxarılması ola bilər. Tabii Zelenski Fransa ve İngiltere'nin birlikte Amerika'ya gidecek olması da bu söylediğimiz plan çerçevesinde bir hareket olarak görmek gerekir. Çünkü Zelenski Trump'a yazmış olduğu mektupta minerallerden bahsediyor. Minerallerin kıymetli yeraltı zenginliklerinin daha çok Rusya'nın işgal ettiği coğrafyada olmuş olması, bundan sonraki süreçte eğer Zelenski Rusya kısmında kalan mineralleri barış masasına gündeme getirip siz Rusya'yı bölgeden çekin, o bölgedeki mineraller sizin olsun lafzını da gündeme getirebilir. Digər tərəfdən Zelenskinin Birləşmiş Ştatlara növbəti səfərinin tək başına deyil, Starmer və Macronla olması Trumpın təzyiqlərinin Avropa İttifaqını da çətin vəziyyətdə qoyduğunu və qoca qitənin nümayəndələrinin bununla bağlı narahatlığını əks etdirir. Belə təhdidlərə açıq olacağına şərait yaradıb. Bütün bunların fonunda Böyük Britaniya və Fransa rəhbərliyi Birləşmiş Ştatlara səfər edərək Vaşinqtonla razılığa gəlməyə və Avropanın hərbi gücü bərpa olunana qədər Vaşinqtonun dəstəyini davam etdirməsini istəyəcəklər. Birləşmiş Ştatların yeni administrasiyası ilə Avropa İttifaqı arasında ziddiyyətlər daha da dərinləşəcək. Xüsusilə Macron hökuməti ilə Amerika arasında problemlərin yaranma ehtimalı yüksəkdir. Bu da ona deməyə əsas verir ki, Avropa İttifaqının özünün təhlükəsizliyinin təmin olunması ilə bağlı problemlər mövcuddur və bunun üçün Birləşmiş Ştatların alternativi mövcud deyil. Digər tərəfdən, Ukraynaya həlledici yardım göstərilməsi üçün hazırda Avropa İttifaqının potensialı yoxdur. Buna görə də Britaniya Baş naziri ilə Macronun yenidən Vaşinqtona səfərinin arxasında məhz bu amillər dayanır. ABŞ-ın hərbi yardımı dayandırması və bütövlükdə bu ritorikanı ciddi şəkildə Vaşinqtonun davam etdirməsi artıq Zelenskinin hesab edirəm ki, bu görüşdən yayınması ilə nəticələnəcək. Digər liderlərin Starmer'də başda olmaqla Trump'la görüşünün səbəbi Trump'ı həmin ritorikadan müəyyən mənada yayındırmağa olan cəhdlərdir. Xüsusən də mineral resurslarla bağlı onun ortaya atdığı müəyyən iddialar var. Bu məsələlər üzərindən Ukraynaya təzyiqlərin olunmaması və əksinə Rusiya üzərinə təzyiqlərin olunması və Avropaya bu işdə dəstəyin göstərilməsi ilə bağlı mütləq şəkildə həmin görüşdə təkliflər irəli sürüləcək. Daily Mail nəşrinin növbəti görüşlə bağlı iddiasının nə dərəcədə reallaşacağını, Birləşmiş Ştatlar, Ukrayna və Avropa İttifaqı ölkələri arasında münasibətlərin hansı formada davam edəcəyini isə zaman göstərəcək. Amma indiki mərhələdə mövcud geosiyasi və hərbi vəziyyət Kiyev və qoca qitənin nümayəndələri üçün ürək açan deyil.